Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qurumun tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının idmançıları və məşqçi müəllimləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov idmançıları və məşqçiləri qazanılan nailiyyətlərə görə təbrik edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasətinin hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdıran konfederasiya sədri ölkəmizin idman uğurlarından danışıb. Diqqətə çatdırıb ki, aparılan məqsədyönlü siyasət nəticəsidir ki, Azərbaycan idman və olimpiya hərəkatının inkişaf səviyyəsinə görə dünyanın aparıcı ölkələrindən biri hesab olunur. Gənc nəslin sağlamlığının təmin edilməsində, gənclərimizin vətənə, xalqa layiqli övlad kimi yetişməsində idmanın əvəzsiz rolunu qeyd edən konfederasiya sədri Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillərdən birinin də məhz sağlam ruhlu, vətənpərvər gənclərimiz olduğunu vurğulayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ölkəmizdə həyata keçirilən uğurlu idman və gənclər siyasətinə töhfə verir. AHİTA'nın idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr göstərir, medallar qazanırlar. Sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatı Assosiasiyasının direktoru Tural Qasımov idmançıların nəticələri barədə ətraflı məlumat verib. Rumuniyada keçirilən 15-ci Avropa Karate çempionatında qızıl medal qazanmış Fatimə Cəbrailova diqqətə və dəstəyə görə idmançılar adından təşəkkürünü bildirib və qarşıdakı yarışlara hazırlaşdıqlarını qeyd edərək idmançıların qələbə əzmində olduqlarını bildirib. AHİTA'nın boks və Yunan-Roma güləşi üzrə məşqçi müəllimləri Ceyhun Rüstəmov və Akif Əliyev çıxış edərək dövlətimizin idman siyasətindən AHİTA'da idmançıların yetişməsi üçün yaradılan şəraitdən bəhs ediblər. Sonda göstərdikləri yüksək nəticələrə görə idmançılara və məşqçi müəllimlərə təşəkkürnamə və mükafatlar təqdim olunub.